Değerli yoldaşlar, Osmanlı Dövləti mövzusuna davam edirik. İkinci Bəyazid, Sultan II. Bəyazid Vəli ləqəbini, adını almışdır. Bunun səbəbi mömin olması, xoş rəftarı ilə əlaqədardır. 1481-ci ildən 1512-ci ilə kimi hakimiyyətdə olmuşdur. Deməli, İspaniyadan qovulan Yahudilərə sığınacaq verir. Baxın, həmin Yahudilər indi türklərlə düşməndir, onlara sığınacağı verən II. Bəyaziddir. Hansı ki, İspaniyadan qovulmuşdu, təqiblərə məruz qalırdı. Ümumiyyətlə, qonşu dövlətlərlə dostluq əlaqələri ilə fərqli olaraq, bir yanaşması ilə fərqlənən dostluq əlaqələri quran Sultan II. Bəyaziddir. Deməli, Ağqoyunlu Yaqub Padşahla dostluq əlaqəsi qurub, Səfəvi 1. İsmayılla və Misir Məmlüklü sultanlığı ilə dostluq əlaqələri mövcud olmuşdur II. Bəyazidin dövründə. Venesiyalıları məğlubiyyətə uğradır. 1512-ci ildə oğlu Səlim tərəfindən zorla hakimiyyətdən uzaqlaşdırılır. Bəzi mənbələr onun hətta Səlim tərəfindən öldürüldüyünü də deyir, amma bizim kitabımızda bu cümlə yazılıb, bunu da sizin nəzərinizə çatdırıram. Birinci Səlim, hansı ki, atasını hakimiyyətdən uzaqlaşdırmışdı 1512-ci ildə, 1512-1520-ci illərdə hakimiyyətdə olub Osmanlı Sultanlığında Yavuz ləqəbi alıb. Yavuz ləqəbi deməli qəzəbli deməkdir. Qəzəbli bu xüsusiyyətinə görə alıb. 1514-cü ildə Səfəvilərlə müharibədə Çaldıran döyüşündə Səfəviləri məğlub eləyir. Deməli, Sultan Səlim Təbriz şəhərini tutur. Təbriz şəhərini tutsa da Qızılbaş hücumundan ehtiyat edərək geri çəkilir. 1517-ci ildə Misir Məmlüklü Sultanlığına son qoyur, məğlub eləyir, son qoyur və həmin il 1517-ci ildə özünü deməli İslam dünyasının xəlifəsi elan edərək, deməli orada yerləşən, Məkkədə yerləşən Peyğəmbərin müqəddəs deməli əmanətləri hamısı İstanbula gətirilir və 1517-ci ildən 1923-cü ilə kimi deməli xəlifəlik, xilafət Osmanlı sultanlarına bir titul olaraq aid olunur. Demək, daha sonra hakimiyyətə oğlu Sultan I. Süleyman gəlir. 1520-1566-cı illərdə hakimiyyətdə olur Sultan I. Süleyman. Ona qanuni, möhtəşəm deyirlər. Bunun səbəbi dövrünün Osmanlı Sultanlığında möhtəşəm 100 il adlandırılmasıdır. Qanuni də daha çox qanunlarla hərəkət elədiyi hər halda belə qiymətləndirilir. Deməli, 1521-ci ildə hakimiyyətə gələn kimi, ümumiyyətlə 20-ci ildə hakimiyyətə gələn kimi Avropada fəthlərə başlayır. Sultan I. Süleyman 1521-ci ildə Belqradı fəth eləyir. 1526-cı ildə Moxaç döyüşündə Çex Macar qoşunlarını darmadağın edir. 1529-33-cü illərdə Avstriya ilə müharibə aparır. 1529-cu ildə Viyananı mühasirəyə alır. Amma bu mühasirə uğursuz olur. Səbəbi orada hava şəraitinin pis olması, çox silahlarını apara bilməmişdi, ağır topları apara bilməmişdi, ərzaq çatışmazlığı, bunlar hamısı deməli Viyana mühasirəsinin, birinci mühasirəsinin uğursuz olduğuna gətirib çıxarır. 1533-cü ilə qədər müharibə davam edir və 1533-cü ildə Avstriya-Osmanlı arasında sülh müqaviləsi bağlanır. Bu müqavilədən sonra Sultan I. Süleyman diqqətini Səfəvilər istiqamətinə yönəldir. 1534-cü ildə müharibəyə başlayaraq Təbrizi tutur Sultan I. Süleyman. Təbriz şəhərini tutur. Amma burada çox qala bilmir. 1535-ci ildə ikinci dəfə gəlib Təbrizi tutur. Yenə də Təbriz işğal olunur. 1535-ci ildə Həmədan döyüşündə Səfəvilər Sultan Süleymanın qoşununu məğlub edirlər və onlar geri çəkilir. Deməli, Səfəvilər qalib gəlir Həmədan döyüşündə, Osmanlı məğlub olur. Bundan sonra bir müddət Səfəvi-Osmanlı müharibələri səngiyir. Yenə Sultan Süleyman Qanuni diqqətini qərbə, Avropaya yönəldir. 1535-ci ildə Fransa ilə ittifaq bağlayır. Bəli, Sultan I. Süleyman Qanuni, yəni Osmanlı-Fransa arasında ittifaq bağlanır. İttifaq kimə qarşı idi? Habsburqları sülaləsinə qarşı. Habsburqlar sülaləsi deməli Avstriyanı, İspaniyanı və müqəddəs Roma imperiyasını idarə edən nəhəng bir sülalə idi Avropada. Fransada deməli onlara qarşı idi, Habsburqlara qarşı.
Osmanlıda və onlar aralarında ittifaq bağlayırlar. Bu ittifaqın bəndlərindən biri Fransız tacirlərinə deməli geniş imtiyazların verilməsi idi Osmanlı ərazilərində. Deməli 1541-ci ildə yeni Avstriya-Osmanlı müharibəsi başlayır. Yeni Avstriya-Osmanlı müharibəsi. Buna cavab olaraq Habsburglar həm də İspaniyanı idarə edirdi. İspanlar Əlcəzairə donanma göndərir, qoşun göndərir, Əlcəzair sahilinə əskər çıxardırlar. Lakin qəfil qasırğa nəticəsində deməli İspan qoşunlarının əksəriyyəti tələf olur, yerdə qalanları da Osmanlılar məğlub edirlər. Osmanlı həm də müttəfiqi Fransaya Korsika adasını tutmaqda köməklik göstərir və Fransa Korsika adasını işğal edir, tutur. Ümumiyyətlə Sultan 1. Süleyman Qanuninin zamanında, dönəmində, ona görə möhtəşəm yüzyıl deyilir onlara, deməli Aralıq dənizi və Hind okeanı sahillərində geniş torpaqlar deməli ələ keçirilir. Daha sonra Şimali Afrikada da Sultan Süleyman Qanuni çoxlu torpaqları ələ keçirir. 1566-cı ildə yeni Osmanlı-Avstriya müharibəsi başlayır. 1566-cı ildə. Amma Sultan 1. Süleyman Qanuni 1566-cı ildə səhhətində problemlər vardı. Çox xəstə idi, ölümcül, yəni xəstə idi. Amma buna baxmayaraq Zigetvar qalasının özü mühasirə eləmişdi 1566-cı ildə. Deməli, Zigetvar qalasının mühasirəsi davam edə-edə Sultan Süleyman Qanuni vəfat edir. Necə ki, Bursa şəhərinin mühasirəsi davam edə-edə Osman Qazi vəfat etmişdi. Eyni formada da deməli Sultan 1. Süleyman vəfat edir. Türklər Zigetvar qalasını ələ keçirdir, qalanı yandırır, darmadağın edirlər, ümumiyyətlə silirlər və bu müharibədə qalib çıxırlar. Sultan II. Səlim 1566-1574-cü illərdə hakimiyyətdə olub. Osmanlının nüfuzu daha da artır. Kimin dövründə? II. Səlimin dövründə. 1569-cu ildə, dəyərli yoldaşlar, Portuqaliya İndoneziyanı işğal etmək istəyir. İndoneziya müsəlmanları Sultan II. Səlimə məktub göndərir, kömək istəyir. Və buna cavab olaraq Sultan II. Səlim 1569-cu ildə Portuqaliyanı geri otuzdurur. Yəni artıq təcavüzkarları geri otuzdurur və İndoneziya xilas olur, müsəlmanlar xilas olur. 1571-ci ildə uzun müddət mühasirədə olan Kipr fəth olunur. II. Səlim dönəmində. 1571-ci ildə Kiprin fəthi. 3-cü Murad, Sultan 3-cü Murad 1574-1595-ci illərdə hakimiyyətdə olur. 1574-1595-ci illərdə. Deməli, biz nə bilirik? Biz bilirik ki, hələ 3-cü Muraddan əvvəl 1555-ci ildə Səfəvilərlə Osmanlı arasında Amasya sülhü imzalanmışdı. Amasya sülhü pozulur 3-cü Muradın dönəmində. Kim pozur? Van hakimi. 1555-ci il Amasya sülhünün şərtlərini pozaraq Azərbaycan ərazisinə daxil olur və müharibə baş verir. Azərbaycanın xeyli hissəsi 3-cü Murad tərəfindən ələ keçirilir. Azərbaycanın xeyli hissəsi Səfəvilərin zəiflədiyi bir dönəmdir. 1590-cı ildə 1-ci İstanbul sülh müqaviləsi bağlanır və müharibə bir müddətlik dayanır. 1-ci Əhməd sonra gəlir hakimiyyətə. 1-ci Əhməd, Sultan 1-ci Əhməd 1603-1617-ci illər yenə Səfəvi Osmanlı müharibələri aktivləşir və 2-ci İstanbul 1612-ci il 2-ci İstanbul 1591-ci İstanbuldur, 2-ci İstanbul 1612-ci ildir. 1-ci Əhmədin dövründə imzalanıb Sərab sülhü də adlanır. Sərab sülhü. 2-ci İstanbulun digər adı Sərab sülhüdür. 2-ci Osman gəlir hakimiyyətə 1618-1622-ci illərdə. 2-ci Osman, Sultan 2-ci Osman hakimiyyətdə olur. 1618-ci ildə Səfəvilərlə Mərənd sülhünü 2-ci Osman bağlayır. Eyni zamanda 1-ci Şah Abbasla da dostluq münasibətləri saxlayır 2-ci Osman. Sonra hakimiyyətdə 4-cü Murad olacaq. 1623-1640-cı illər. 1623-1640 4-cü Murad. 4-cü Murad 1635-ci ildə İrəvanı, 1638-ci ildə Bağdadı tutur.
1635 İrəvan, 1638-ci ildə Bağdadı işğal edir. Kim? 4-cü Murad. Və 1639-cu ildə Səfəvilərlə Osmanlılar arasında Qəsr-i Şirin müqaviləsi bağlanır. Qəsr-i Şirin müqaviləsi, Qəsr-i Şirin sülhü 1639-cu ildə 4-cü Murad zamanında bağlanıb. Unutmayın, bunlar hamısı testə düşə bilər. Yəni, bir 3 nöqtə boşluq saxlayarlar, yazarlar 4-cü Murad, sıralayarlar 5 müqaviləni, bilin ki, Qəsr-i Şirin sülhü 4-cü Murad zamanındadır. Deməli, Osmanlı Sultanlığı bilirsiniz, 1923-cü ilə qədər davam edəcək və biz Osmanlı dövlətini iki böyük mövzuda öyrənirik ümumi tarixdə. Osmanlı dövləti yeni dövrdə də öyrənirik. Hal-hazırdakı öyrənəcəyimiz hissə 4-cü Murad dönəminə qədərdir. Dəyərli yoldaşlar, Osmanlı Sultanlığı necə idarə olunurdu? İdarə etmə sistemi necə idi? Davam edirik. Dövləti sultan idarə edirdi. Sultan birinci şəxs idi. Sultanın yanında divan var idi. Bu, ali məsləhət şurası idi. Yəni, məsləhətlər verirdilər burada. Dövlətin ali orqan rəhbərləri burada cəmləşirdilər. Baş vəzir ikinci şəxs idi. Sultandan sonra baş vəzir ikinci şəxs idi. Və sultanın möhürünü saxlayırdı özündə. Eyni zamanda baş vəzirin gördüyü iş iki hissəyə ayrılırdı. Bir, vilayətlərin idarə edilməsinə nəzarət, baxın, nəzarət, idarə edilməsi yox, idarə edilməsinə nəzarət. İkincisi, vergilərin toplanmasına nəzarət, yəni vergilərin toplanması yox, ona nəzarət mexanizmlərinə rəhbərlik edirdi baş vəzir. Dəftərdar var idi. Bu, məmur maliyyə işlərinə baxırdı. Dövlətin deməli, maliyyə işlərinə baxan vəzifə dəftərdar vəzifəsi idi. Ümumiyyətlə, Osmanlı Sultanlığında əhali iki qismə ayrılırdı, dəyərli yoldaşlar. İdarə edənlər, yəni rəhbər vəzifələri tutanlar. Həm ordu başçısı ola bilər, həm mülki vəzifələrin rəhbərləri ola bilər. İkincisi də idarə olunanlar, yəni rəiyyət, vergi verən təbəqə, idarə olunan təbəqə. Ordu da iki hissədən ibarət idi. Süvarilər, yeniçərilər. Süvarilər zaten atlı qoşunlarıdır, bunu bilirik. Yeniçərilər də kimlər idi? Qeyri-müsəlman uşaqları toplayıb, onları yetişdirirdilər və ordu sıralarına daxil edirdilər. Ümumiyyətlə, torpağın əsas sahibi Osmanlı dövlətində dövlət sayılırdı. Yəni, dövlət torpağın əsas sahibi idi. Amma torpaq mülkiyyəti formalarının iki əsas forması var idi. Biri timar, digərisi ziyamət. Timar kiçik əskərlərə, yəni əskərlərə və kiçik məmurlara verilirdi. Yəni, aşağı, belə deyək, vəzifəli adamlara verilirdi. Əskərlər və kiçik məmurlara. Ziyamət isə iri məmurlara verilirdi və ordu başçılarına verilirdi, dəyərli yoldaşlar. Deməli, nəticə nə çıxır? Ziyamət torpaq mülkiyyət formasının ərazisi timardan fərqi nə ola bilər? Daha geniş əraziyə malik olması. Dəyərli yoldaşlar, Osmanlı Sultanlığı 4-cü Murad dönəminə kimi sizə izah etdim. Yeni dövr Osmanlı Sultanlığında 4-cü Muraddan sonraki dövrü izah edəcəm. İzləmədə qalın. Dəyərli yoldaşlar, fürsətdən istifadə edib hər birinizə bu çətin yolda, bu təhsil yolunda uğurlar arzulayıram. Davam edəcəyik.